Çeçenistan və Dağıstanda daşqınlar həyati iflic edib. Türkiyədə Fərat çayındakı su anbarının daşması nəticəsində Şanlıurfa şəhərində parklar və restoranlar su altında qalıb. Çində isə leysan yağışlar və daşqınlar nəticəsində 9 nəfər həyatını itirib, ilkin düşənlər var. Çeçenistan və Dağıstanda güclü leysan yağışlarının səbəb olduğu daşqınlarda bir nəfər ölüb, daha 2 nəfər xəsarət alıb. Rusiya mediasının xəbərinə görə 16 yaşayış məntəqəsinə giriş mümkün deyil. Dağıstanda intensiv yağışlar nəticəsində dağ rayonlarını birləşdirən 4 əsas avtomobil yolu yararsız hala düşüb. Улица Московская. Mahaçqala və Xasavyurtda elektrik stansiyalarının su altında qalması səbəbindən 2000-dən çox sakin işıqsız qalıb. Xverec yaşayış məntəqəsində 9 kilometrlik yol bağlanıb. İnquşetiyada isə yollarda torpaq sürüşməsi baş verib. Güclü yağıntılardan sonra Fərat çayındakı Birecik su anbarının daşması nəticəsində Şanlıurfa vilayət rəhbərliyi bəndin qapılarını açmaq qərarına gəlib. Nəticədə Türkiyənin cənub-şərq əyalətlərinin bir neçə ərazisində mağazalar, parklar və restoranlar su altında qalıb. Son bir neçə həftə ərzində Fərat çayında suyun səviyyəsi bəzi yerlərdə 3-4 metr artıb. Güclü axınlar bir neçə körpünün dayaqlarına zərər verib. Çinin cənub-qərbində leysan yağışlar və daşqınlar nəticəsində Çunçin bələdiyyəsində 9 nəfər ölüb, 19 nəfər itkin düşüb. Güclü yağış bölgədəki torpaq sürüşmələrinə səbəb olub. Hakimiyyət orqanları 2000-dən çox sakini təxliyə edib. Nigar Əhmədova, Rüstəm Rüstəmov, ATV Xəbər.